Salam, bugün kanalımda çox asan, praktik, cəmisi 3 ərzaqla başa gələn ləzzətli badımcan salata hazırlayacağım. Düşünürəm ki, artıq tərəvəz mövsümü yaxınlaşdığı üçün bu video sizin üçün faydalı olacaqdır. Elə isə biz başladıq. Onu da qeyd edim ki, verdiyim ərzaqların miqdarından 3-4 nəfərlik salat alınacaqdır. Salat üçün lazım olan tərəvəzləri biz sobada közləməklə başlayırıq. Bunun üçün də gördüyünüz kimi kapya bibərini və badımcanı sobada içinin yaxşı bişməsi üçün bıçaq vasitəsilə dəlirəm və bişdikdən sonra qabıqlarının rahat soyulması üçün üzərlərinə bitki yağı çəkib 200 dərəcəli temperaturda bişirmək üçün sobaya göndərirəm. Tərəvəzlər bişənə qədər mən salatın sosunu hazırlayıram. Bunun üçün mən bir diş sarımsağı xırda-xırda doğrayaraq əzirəm. Əzilmiş sarımsağın üzərinə çay qaşığının ucunda duz, 200 qram süzmə qatıq əlavə edib qarışdırıram və sosumuz hazırdır. Salatın üzərinə əlavə etmək üçün yarım dəstə şüyüdü xırda-xırda doğrayıram. Bu arada tərəvəzlər artıq közləndi və mən onların qabığını asanlıqla soyub biberlərin tumunu çıxarıram. Soyulmuş tərəvəzləri xırda-xırda gördüyünüz qaydada doğrayaraq başqa bir qaba alıram. Doğranmış tərəvəzlərin üzərinə duz, istiot, öncədən doğradığım şüyüd və sosu da əlavə edib salatı qarışdıraraq hazır vəziyyətə gətirirəm. Bu o qədər dadlı, yüngül salatdır ki, bir dəfə hazırlasanız, bəyənərək əmin olun ki, bütün yayı tez-tez hazırlayacaqsınız. Salatı servis edərkən sonda üzərinə bitki yağı ilə pul biber qarışımını da əlavə edib süfrəyə verirəm. Və bugünlük bu qədər. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Yeni videolarımda görüşənədək hələlik.